Bəli, burada dünyanın ən məşhur çimərliyi sayılan Copacabana çimərliyidir. Bəli, bura Braziliyanın Rio de Janeiro şəhərinin Copacabana çimərliyidir. O çimərlik ki, dünyanın ən məşhur çimərliyi sayılır. O çimərlik ki, təxminən 4 km boyunca heç bir maneə olmadan dümdüz uzanıb gedir. O çimərlik ki, 7-24 yatmır və burada gəzərkən daimi olaraq ətrafda futbol, voleybol, ayaq tenisi, sambo oynayanları, kakosyan turistləri, bədənli-mədənli, idmançı qaqaşları, həm üzləri, həm də xasiyyətləri gözəl olan İsmətli, ailə canlı, böyük kiçik yeri bilən Cənubi Amerikalı xanımları görməyiniz mümkündür. Bu çimərliyin tək bir mənfi özəlliyi var ki, bura bir dəfə gəldikdən sonra hər zaman yenidən gəlmək istəyirsən. Fikir verin, cəmaət çoxdur əslində dənizin içinə doğru, yəni üzə gedir falan etmirlər. Çünki dalğa o qədər güclüdür ki, insanları avtomatik vurub sahilə atır. Onun üçün də elə buralarda bir yerdə dayanmaq kifayət edir ki, dənizi tam şəkildə hiss eləyəsən. Bəli, bura Rio'nun Copacabana plajıdır. Gördüyünüz kimi oradan gəlirsən, burada təzə plyaj açmışıq.